Salamlar, sizlər dərsimizi xoş gördük. Mən Yusuf Həsənov. Bugün sizlərlə birlikdə dimdən bucaqların ölçülməsi, bucağın təmələni mövzusunun bütün suallarını izah eləyəcəyik. Onsuz da 34 sualımız var. Başlayaq ilk sualımızla. Bizə verib AOB-ni 160 dərəcə. Yəni bu bucağın özü 160 dərəcədir və AOC-ni 90 dərəcə verib. AOC. Buranı 90 dərəcə verib. Onda bura 90-dırsa, bu bucağın ümumiyyətlə 160 dərəcə olması üçün 160-dan 90-a çıxacaq, bura qalacaq 70 dərəcə. A variantı. Bu bucağımız olacaq 70 dərəcə. İkinci sual. AOB-ni bu səfər 170 verib, AOC yenə 90-dır. İndi 170-dən 90-a çıxmaqla bu bucağı alacaq, bu bucağımız edəcək 80 dərəcə. C variantı. Baxırıq üçüncü suala. Bizdə AOC ilə COD-ni bərabər verib. Onda bu təmböləndir. Alfa deyirik. Bizim burada isə bir açıq bucağımız var. Onda bu bucaqlar cəmi 180 dərəcə olmalıdır. 90 dərəcəmiz var. Onda 2 alfaya da 180-dən 90-a çıxdıqda 90 dərəcəmiz qalır. Hər tərəfi 2-yə böldükdə də alfanı 45 dərəcə tapırıq. Bizdən COB-ni istəyir. Yəni bizdən istəyir COB. Buranı istəyir. Burada da bir 90'ımız var, bir alfamız var. Yəni 90 dərəcə ilə də 45 toplayanda buranı biz tapacağıq 135 dərəcə. B variantı. OC şüası AOB-nin təmbələnidir. AOB-ni tapın. Onda bura 30'dursa təmbələn alfa ayırırdı. 30'dursa burada 30 dərəcə olur. AOB-ni istəyir. 30-30'dan 60 dərəcə alacaq AOB-ni. 5-ci sual. Yenə təmböləndir deyir. Yenə təmbölən alfa ayırırdı. 25 ayıracaq. Yenə AOB-ni istəyir. Bu səfər olacaq 50 dərəcə. ABC düz bucaq və alfa çıx betdə 10 dərəcədir. Onda alfadan bettanı çıxanda 10 dərəcə alıbsa, alfa ilə bettanı da toplayanda 90 dərəcə alınmalıdır. Çünki alfa ilə bettanın cəmi 90 dərəcədir. Buradan tənliklər sistemi həll etdikdə 2 alfanı tərəf-tərəfə toplayırıq. 2 alfanı biz edəcəyik 100 dərəcə, alfamız da biz olacaq 50 dərəcə. Gətir alfanın yerinə burada 50 dərəcə qoy. Alfa plus beta, yəni 50 plus 90 betadır. Bərabər olacaq 90-a. Betamız olacaq 40 dərəcə. Bizdən nə istəyir? Alfanı istəyir. Alfanı 50 dərəcə tapmışıq. 7-ci sual eyni sualdır. Özünüz yazarsınız. Gəldik 8-ə. AOC-ni 25 dərəcə verib. AOC 25 dərəcədir. COB-ni də bizə verib 30 dərəcə. Və bizdən AOB-ni istəyir 25-30. İndi bizdən baxın bu bucağı istəyir. Bu bucağı tapma ilə var 25-30 boşu toplayacağıq. Eləcək 55 dərəcə. Y variantı. Devam edirik 9-cu sualla. 9-cu sual eyni sualda özünüz yazarsınız. Gəldik 10-cu suala. BD şahısı ABC düz bucağından onun 18'e 5 hissəsini təşkil edir. ABC düz bucaqdırsa belə bir şeydir. BD şahıs, ABC-dən BD çəkilir. ABC düz bucağından BD şahıs, yəni bu belə gedib. Və ABC düz bucağından onun 18'e 5 hissəsini, bura 90 dərəcə olduğunda 90'dan 18'e 5 hissəsini tapdıqda 90-18 ixtisar eləyin. Burada edəcək 5, onda bura olacaq 25. Onda bura 25 dərəcə ayırırsa, burada qalacaq 65 dərəcə. DBC-ni istəyir. DBC-ni tapdıq 65 dərəcə. DBC, baxın, buranı istəyir, bizə tapmışıq. 11-ci sual. Eyni sualda özünüz yazarsınız. Gəldik 12-ci suala. 12-ci sual çox maraqlı sualdır. COB bucağını istəyir, yəni buranı istəyir. Buradan buranı tapmaq üçün bura 90'dır, bura 45. Toplayacaq 90 plus 45'dən 35 dərəcə alacaq. 13-cü sual. CBD bucağı ABD bucağından 3 dəfə kiçikdir. CBD haradır? CBD bura onda x deyəndə bura olacaq 3x. 3 dəfə kiçikdir deyir çünki. ABC yəni ümumilikdə bura bizdə edib 80 dərəcə. Onu biz toplayanda 4x-imizi 80 dərəcə alacağıq. Çünki bucaqların cəmi 80 dərəcədir. Və bizdə də 3x var. 4x-imiz 80, x-imiz də 20 dərəcə olacaq. CBD-ni istəyir.
Yəni buranı istəyir. C, B, D. Buranı istəyir. Burada x idi 20 dərəcə. A variantı. 14-cü sual gəlin burada rahatlıqla yazaq. 155 dərəcəli buzağın təpəsindən çıxan şüa. Gəlin 155 dərəcəli buzağı beləsini çəkək. Təpəsindən çıxan şüa. Onu dərəcə ölçülərinin fərqi 25 dərəcə olan iki buzaq ayrı. Alınan buzaqlardan böyük buzağı tapın. Yenə asan bir sualdır. Bura alfa, bura beta dedikdə alfa plus beta bizdə edəcək 155. Alfa minus beta bunların fərqi isə 25 dərəcədir. Tərəf-tərəfə toplayanda görürük ki, betalar islah gedir. Qalır bizdə 2 alfa 180 dərəcə. Alfamız da olacaq 90 dərəcə. Onda alfamız 90 dərəcədirsə, elə bizdən böyük istəyir 90 dərəcə. Kiçiyini də tapmaq istəsək, kiçiyimizə 90-dan 25 çıxmaqla 65 dərəcə alacağıq. Onları da toplayıb yenə də biz alırıq 155 dərəcəni. 150-ni deyirəm. 15-ci suala da baxaq. 150 dərəcəli buzağın təpəsindən çıxan şüa onu 4 və 1 nisbətində 2 buzağa ayırır. Belə yox. Bunu belə çəkək. Buna deyək 4x, buna deyək x 4 ilə 1 nisbətində. 2 buzağı alınan kiçik buzağı tapın. Onda bunun buzaqları cəmi 150 dərəcə verib. Bunun buzaqları cəmini toplayanda 5x-imizi 150 dərəcə alacağıq. X-imiz də hər tərəfə 5-ə bölməndə 30 dərəcə alacağıq. Bizdən nə istəyir? Kiçik buzaq istəyir 30 dərəcə. Gəlin bu suala buradan baxaq. COB-ni 140 dərəcə verib. COB. Yəni buranı 140 dərəcə verib. Və BOD ilə COD bərabərdir. Hara BOD ilə alfa COD. Alfa. Ona buranı 140 dərəcə veribsə, tənböləndir. 2 alfamız 140 dərəcə olur. Yəni OD xətti tənböləndir. Alfamız bizdə olur 70 dərəcə. Nə istəyir AOD-ni? AOD. Bizdən buranı istəyir. İndi baxın, buranı 70 dərəcə tapdıq. 70, 140 idi. Açıq bucaq olması üçün buramıza qalacaq 40 dərəcə. İndi bizdən beləsini istəyir. Yəni AOD-ni istəyir. AOD-də də alfa var, 40 var. Alfa plus 40-dan alfamız da bizə verib 70. 70 plus 40-dan biz bu bucağı rahatlıqla 110 dərəcə tapacağıq. A variantı. On 17-ci sual. Açıq bucağın təpəsindən eyni yarım müstəvidə olmaqla çıxan iki şüa onu dərəcə ölçüləri 1, 2, 3 nisbətində olan 3 bucağa ayırır. Alınan böyük bucağı tapın. Yenə asan bir sual. Biri belə çıxsın, biri belə. Biri 2 nisbətində x, 2x, 3x. Bu açıq bucaqdır. Onda 6x-imiz 180 dərəcə edir. X-imiz edir bizdə 30 dərəcə. 3 bucağı ayırır. Alınan böyük bucağı tapın. Alınan böyük bucaq bizdə 3x idi. Ən böyük oldu. Bu da edir 90 dərəcə. Yəni bura beləymiş. Gəlin baxaq 18-ci suala. 18-ci sual eyni sualdır. Gəlin baxaq 19-a. Buzağın tərəfləri arasından keçən şüa onu kiçiyin dərəcə ölçüsü 12 dərəcə olan 2 buzağa ayırır. Və bu verilən buzağın 17-də 3 hissəsidir. Buzağın dərəcə ölçüsünü tapın. Onda 17-də 3 hissəsi bizdə 12 dərəcədir. Onda 17-də 1 hissəsini biz tapacağıq 4 dərəcə və 17-də 7 hissəsi də bizdə olacaq 68 dərəcə. Elə də bunu istəyir. 20 eynidir 21. Maraqlı bir sualdır. OK şüası AOB buzağının tənbölənidir. AOB buzağını istəyir. Tənbölən tən yarıya bölür. Ona görə 21-i biz həll etdikdə bərabərsizliyi həll etməliyik. 3x plus 7 32 çıxılsın 2x-ə bərabərdir. Mənfi 2x-i digər tərəfə atdıqda müsbət 5x, müsbət 7-ni isə digər tərəfə atdıqda çıxılsın olacaq. Yəni müsbət 25 qalacaq. X-imiz də olur 5. Gətir burada x-in yerinə 5 qoy. Olacaq 22. Onsuz buranı hesablamaq da lazım deyil. Tənböləndir. 22 ayıracaq. AOB-də olacaq 44 dərəcə. Eyni sualda özümüz 23. Maraqlı bir suala oxşuyur. ABC 148 dərəcə. B-də isə ABC buzağının tərəfləri arasından keçən ixtiyari şüadır. Gəlin ABC-ni çəkək. Biraz daha səliqəli çəkək. Biraz daha səliqəli çəkək.
BD isə ABC bucağının, buradan çəkilib onda BD, tərəflər arasında keçən ixtiyarı uşaqdır. ABD və DBS bucaqlarının tən bölənləri arasındakı bucağı tapın. ABD və DBS bucaqlarının tən bölənləri arasındakı bucağı tapın. Onda bura alfa olur. Və 2 alfamız olur 148 dərəcə. Alfamız olur 74 dərəcə. 24. BM şallarına uyğun olaraq ABC və ABN bucaqlar tən bölənləri ABC və ABN. Tən böləndir bax. ABC üçün BN, ABC. BN tən böləndə alfa ayıracaq. ABN üçün də BM. ABN üçün də BM. Onda burada alfa ayırmalıdır. Onda 3 dənə eyni bucağımız var. ABM haradır? ABM 40 dərəcə verib. Yəni buradakı ABM 40 dərəcədir. Yəni alfa 40 dərəcədir. ABC-ni istəyir. ABC-də 3 alfa var. 120 dərəcə. 25 özünüz yazarsınız. Saatın saniyə qrəbi 20 saniyədə neçə dərəcə dönür? Mən bunları sizə başa salmamışam. Bunları sonra müstəvi üzərində açıq bucağın təpəsindən bir yarım müstəvi yerləşmiş müxtəlif şüa keçirilmişdir. Açıq bucaq. Neçənci sualda 28. Bir yarım müstəvidə yerləşmiş 3 müxtəlif şüa. 1, 2, 3 deyək. Dərəcə ölçüsü 180 dərəcədən kiçik olan neçə bucaq alınır? 4 bucaq alınır da. Baxın 1, 2, 3, 4. Bunu istəyirdi elə. 29 özümüz 30'a baxaq. 31'e gəldik. MOP-ni 145 dərəcə verib. Yəni buranı, MOP buradır. 145 dərəcə verib. MON isə, yəni bura isə buradan 27 dərəcə çıxmaqla alınır. Onda buraya alfa desək, bura olacaq alfa çıxılsın 27. Buranın yəni toplayanda 2 alfa çıxılsın 27, 145. 27'ni diğer tərəfə atdıqda 2 alfa 172. Alfamız isə 86 dərəcə olur. Alfanın 86 dərəcə tapdıqdan sonra bizə NOP-ni istəyir. NOP yəni buranı istəyir. Baxın. Buramızda alfa çıxılsın 27 idi. Gətir yerinə qoy. 86 çıxılsın 27-dən 59 dərəcə alacaqsan. 32-ci sual eyni sualdır. Gəldik 33 və 34. Son suallarımızdır. Qonşu və qarşılıqlı bucaqları izah etmişik. Gələn videoda da onun izahını sizə YouTube'a göndərəcəyik. AOB-dən AOC-ni çıxanda AOB-yə alfadır. AOC aradır. AOC. Burada bir beta deyək. Onda 33-cü sualda alfa çıxılsın beta bizə verəcək 28 dərəcəni. AOB yenə alfadır. BOC-də BOC. Burada biz Z deyək. Alfadan isə yenə Z-i çıxanda bizə verəcək 41 dərəcəni. AOB-nin dərəcə ölçüsünü istəyir. İndi biz bu sualı yaxşı analiz etdikdən sonra görəcəyik ki, alfa plus beta plus Z bizə verir 360 dərəcəni. İndi buradan tərəf-tərəfə alfadan betadan çıxdığı 28 dərəcə edirsə, onda bura alfa dedikdə bura alfa çıxılsın 28 dərəcədir ki, yəni beta bucağı alfa çıxılsın 28 dərəcədir. Bura bir dəfə mi alfa çıxılsın 28 dərəcə yazaq. Burada Z yerinə alfa çıxılsın 41 dərəcə yazaq. İndi buranı cəmi 360 dərəcə olmalıdır. Yəni alfa plus alfa çıx 28 plus alfa çıxılsın 41 360. Tərəf-tərəfə yığaq 3 alfa çıxılsın 69 360. 3 alfa qalır mənfi 69-u digər tərəfə atanda 429. Alfanı 429-u 3-ə bölməklə alacağıq. 429-u 3-ə böldükdə 143. Alfamız olacaq 143 dərəcə. Bizə nə istəyir? AOB-ni. AOB-də alfa demişdik. 34-cü sualda eyni sualdır. Bu izahımız da bu qədər. İzləmədə qalın, maraqlı videolar gələcək. Hər birinizi uğurlar.